Salam, hörmətli şagirdlər və əziz MİQ və sertifikasiya imtahana hazırlaşan müəllimlər. Bu gün sizlərlə məhlullar bölməsinin test toplusundan həll olma əmsalına bağlı testlərə baxacağıq. Şagirdim Zəhra ilə bir yerdə. Səsiniz düzəldi. Bayaq səhv eşidirdim. Zəhra, deməli səninlə bu gün baxacağıq məhlullara, elə deyilmi? Evet. Buradan PDF-imizi açaq. Bəli, bir dənə başlamamışdan qabaq mənə ifrat doymuş məhlulu bir də deyə bilərsiniz. Unuttum o nə idi? Təbii ki. Bax, sən səhər-səhər durursan, şirin çay eləyirsən və 3 çay qaşığı kifayət eləyir ki, yəni istəmirsən də çox şəkərli olsun elə. Bu doymamış olur. Çünki sən ona 3 qaşıq yox, 5 qaşıq da əlavə eləyə bilərsən. Bu zaman doymamış olur. Yox, eləcə kimyada öyrənibsən, yoxlamaq istəyirsən ki, görək doyanda necə olur. 1 stəkan suya 200 ml tuturda, gətirsən 10 qaşıq, 15 qaşıq tökürsən, artıq 16-cı qaşıqda görürsən dibinə çökmələr baş verir. Çökürsə, deməli bu artıq doyub. Çöküntü 1 qram da olsa çöküntü varsa, deməli artıq sənin məhlulun doyub. Bir də var, istinin təsirində axı bilirsən ki, həll olma keçən dəfə keçmişdik də səndən istinin təsirindən bəş maddələrin həll olması nə qədər istilik artarsa, temperatur artarsa, bəş maddələrin həll olması da o qədər artırdı. Elə deyilmi? Yəni təsəvvür elə istilik olarsa, kənardan tutalım ki, indi o stəkan məsələsində fikirləşməyək də, tutalım spis lampası altdan yanır, sən bayaq 15 qaşıqla çökdürmüşdün şəkəri. Misal göstərmişdik, bəli. Yəni temperatur nəticəsində daha da tez əriyir. Ona görə artıq ifrat doymuş olur. Ancaq bir problem var ki, Zəhra, ifrat doymuşlar soyuyanda təzədən kristal şəklində o əlavə, o udduqlarını qaytarır, belə deyək, loridinlə. Ona görə mürəbbə xarlayır. Aydındır? Deməli, səhifəmiz 145 idi, hə, Zəhra? Bəli. 145. Getdik. Yəni, yağlı-buğulu suallar var içərisində. Ona görə bir əntə baxaq istəyirsən. Sən dedin ki, müəllim, yaza bilmədiklərin oldu da, hə? Bir yerdə baxaq. Ötürmədən. Yaza bilmədiklərim, mən başladım məsələn yazmağa. Yazdım, məsələn, bir sual yazdım, 3 sual qaldı, 5 sual qaldı, belə oldu ona görə. Hə, olsun, baxaq. Birinci sualdan getdik, Zəhra, nə deyir? Hansı maddə suda həll olunur? Aha, bu sualı yazmamağın normaldır. Niyə, Zəhra? Bunu verməmişdiniz onsuz mənim. Verməmişdim. Ancaq qoy hamısına baxaq. Niyə yazmamağın normaldır? Çünki biz səninlə topluluğun bölmələrinə uyğun irəlilədik. Normalda bəzi uşaqlar oksid əsas turşu duzu bir əvvəlcədən keçirik. Ancaq düşündük ki, qoy ardıcılığı pozmadan gedək və biz oksid əsas turşu duz dərsini keçəndə, Zəhra, deyəcək ki, o bölmədə sən daha yaxşı anlayacaqsan ki, bax, məsəl üçün, biləcəksən ki, arxasında OH varsa, bu qələvi, yəni əsaslara aiddir və əsaslardan da linak, casır, basır dediklərimiz, yəni litium, natrium, kalium, kalsium, barium, strontium, bunlarınki yaxşı həll olacaqdı. Bu ola bilməz. Yəni, bu yaxşı həll olan əsasdır. Hətta buna qələvi deyəcək yaxşı həll olunduğuna görə. Sonra duzlar dərsini keçəsik və A-dan Y-yə qalan bütün variantlar duzdular bu arada. Orada da belə bir qayda öyrənəcək ki, tərkibində natrium, kalium və NH4 olan bütün duzlar yaxşı həll olur. Avtomatik olaraq A variantımız yaxşı həll olacaq, B variantımız yaxşı həll olacaq, natrium var deyə. Kaliuma görə də B variantı yaxşı həll olacaq və yerdə qalacaq bir dənə E variantı. Bu maddə suda yaxşı həll olunur. Aydındır? İkinci suala bax, Zəhra. Temperaturun azalması ilə qazların həll olması necə dəyişir? Aha. Dərsdə keçmişdik. Demişdik ki, temperatur bərk maddəyə necə təsir edir, qazlara necə təsir edir, Zəhra? Bərk maddədə mən artır, qazlarda isə azalır. Elə deyilmi? Bəli. Temperaturun azalması deyir. Hə, azalma deyir axı burada. Azalırsa onda hansı artacaq? Qazlar necə olacaq temperatur azalırsa? Qazlar, artacaq. Artacaq, yaxşı. Mən də fikir vermədim, elə bildim temperaturun artması deyil. Temperatur nə qədər azalırsa, mən həmişə, yəni belə yadda saxlamışam, kola misalını ki, mən sərin içirəm kolanı. Çünki daha yaxşı həll olur. Ay, sağ ol. Temperaturun azalması nə qədər soyuq olarsa, qazı daha yaxşı həll olacaq. Üçüncü sual, Zəhra. Bugün sadəcə bu bölməyə baxaraq, Zəhra, yəqin ki, iftara qədər yekunlaşdırarıq. Yaxşı, sən də təzədən işləyərsən bunları sonra evdə.
Hı hı. Təzyiqin artırılması ilə bərk maddələrin həll olunması burada təsir eləmir təzyiq Bəli, bərk təzyiq maddələrə. təsir Yəni eləmir. dəyişmir. Ay, sağ ol. Aha, 4-dür də elə. 4-də bəli. deyir ki, təzyiqin azaldılması ilə qazların suda həll olması necə dəyişir? Bu düz astıdır, elə azalacaq. C Təzyiq variantı. azalırsa qazların suda həll olması azalır. Biz kolanı qazsız sevmirik. Elə Bəli, deyilmi? Yəni o cəhətdən bəli. fikirləşə bilərik. Aha. Sonra, Temperatur artdıqda hansı halda hər iki maddənin həll olması artar? aha. Yəni bərk olanlar lazımdır bizə. Temperatur artanda bəli, bərklərinki artır. İndi baxaq görək burada hansı bərkdir. Bax, CO2 qazdır, azot qazdır. Başqa nə qazlar var? NO qazdır. Yəni siz neçəyə baxırsınız? 5-ə? Hə, tamam. 5-ə baxmırdı. Tamam, tamam. Yoxsa Bəli, bəli, bəli. aha. Sən dedin ki, mənim temperatur artanda bərk maddələrin həll olması Bəli, artır bəli. elə. Mən avtomatik qazları çıxartdım ki, variantım nisbətən rahatlaşsın. D ilə Y qaldı. Y variantındakı maddənin sən tanımırsan, amma onuncu sifə keçəcək. Bu da qazdır, etan qazıdır. Yerdə qalır 2 Bəli, dənə D variantında olan maddələr. Aydındır? bəli. Mən bir dənə o bir sual keçməmiş sizdən bir şey soruşum. Buyur. Kimya ümumiyyətlə, məsələn, kimya ümumiyyətlə neçə hissəyə ayrılır ki? Kimyada 3 hissə var Zəhra. Deməli 7 ilə 8-ə ümumi kimya deyəcəyik. Hal-hazırda səninlə biz ümumi kimyanın bölmələrindəyik. Test topun yanındadırsa Bəli. orada baxa bilərsən. Bax, məhlullardan sonra oksid gələcək elektrofil dissosiasiya dərsi bölməsi. Ondan sonra da oksid esas dərsi. Bununla biz ümumi kimyanı yekunlaşdırmalı olacaq. Yəni yekunlaşır ümumi kimya. Sonra gəlir 9-cu sinifə. 9-cu sinifində sadəcə elementləri öyrənirsən. Yəni metallar ayrı dərsdir, flor ayrı dərsdir, karbon ayrıdır, fosfor ayrıdır, kükürt, azot belə-belə. Yəni çox da deyil zaten materialı. Uzağı deyimdə sənə hardasa 7-8 bölmədir. Bu qeyri-üzvü kimya adlanır. Qeyri-üzvü kimya. Bir də Zəhra 10-cu və 11-ci sinifləri əhatə eləyən üzvü kimya var. Üzvü kimya daha maraqlıdır və daha asan olduğunu düşünürəm. Yəni hamısı eyni formula malik olur. Yəni CH, CH başqa bir şeylər görmürsən zaten. Düzdür, özünə də məxsus Mən bir çətinliklər də var. İnşallah yayın axırına qədər çatdıraq. Yayın axırı deməyim, avqusta qədər yekunlaşdırarıq. Avqustdan artıq səni başqa müəllimə yönəldəcəm. Çünki gələn il mən dərs keçməyəcəm onlayn. Yaxşı? Yəni sadəcə gələn illik, bir illiklə ara verəcəm. Onun kimi materialı yekunlaşdıraq ki, Zəhra, sən gələn il qoşulanda. Amma sənə bir şey deyim ki, elə uşaqlar var, 7-dən 8-dən qoşulurlar, dəfələrlə materialı qurtarırlar, başda yoxdur heç nə. Çünki qavramaqları çox zəifdir, fikirləri öyrənmək deyil, sadəcə ayım gəlsin, günüm keçsin, ad olsun müəllim yanıdır. Amma sən Zəhra, məsəl üçün sürət tarazlıq dərsində elə yaxşı nəticə verdin ki, mən düşünürəm ki, sən heç onu tutam, yayda bir aylıq ara versən belə yadından çıxarmasan o mövzuları. Yadından çıxarsan belə bir dəfə üzünə baxmaqla, dəftərindəki qeydlərə baxmaqla sənin yadına düşür. Çünki keçən il biz bu il başlayanda, deyəsən oktyabrda başladıq da, səhv etmirəmsə, sən gördüm o qədər məsuliyyətli uşaqsan ki, açıb dəftərdən onları təkrar eləyirdin keçdiklərimizi. Halbuki biz keçən il sənlə 7-ni keçdik, qurtardıq. Bir də 8-in ortalarına qədər gəldik deyəsən, elə deyilmi? Biraz idmana falan görə sən arada qoşulmadın, yavaş-yavaş sonra dayandırdıq. Belə oldu da. Ancaq bu il yəni sistemli gedirik. Ümid edirəm, yəni məhlullar dissosiasiya qurtarsın, oksidasiya turşu duz qurtarsın. Qeyri-üzvün tez bir şəkildə yekunlaşdıra bilərik. Hardasa mayın axırına qədər bunlar qurtarar. 2 aya da üzvü kimyanı keçərik. İnşallah. Aha, çünki müəllimlər 11-ləri avqustdan hazırlamağa başlayırlar Zəhra. İndi maraqlanarsan, bəlkə sənin tapacağın daha yaxşı müəllim olacaq və ya mən bir neçə müəllim nömrələri ataram. Özün də maraqlanarsan. Düşünürəm ki, yəni yaxşı nəticən olacaq sənin. Yəni uşaqdan çox şey asılıdır. Mən statusda bir qız paylaşdım, Naspəri. O dedimi yarımfinala olimpiyadadan keçib. O uşaq nömrəndi. 2 nəfər də qoşulurdu məsələn. Mən hamısına eyni şey deyirəm, amma məsuliyyəti daha çox olan, məsuliyyətin də çox Zəhra, riyazi biliklərimi deyim, məntiqi qavramağı deyim, daha çox olan uşaq seçilir. Onsuz da hər dəfə mən deyirdim ki, bu uşaq o birislərdən fərqlidir, götürümü falan. Və həqiqətən də 92 bal yığıb, 2 balını da səhv düz aparıb deyən silinib. 90 balla yarımfinal turunu keçib də, o uşaqdan həqiqətən çox şey asılıdır. Müəllim hamıya deyir, amma götürüm fərqlidir. Məsələn, sənin labirintə qoşulan uşaq var idi, arada dərslərə qoşuldu, adını çəkmirəm.
O uşağın da götürülmə məsələn zəifdir. Götürür sayıcılıq məsuliyyəti çox deyil, qavramağı çox deyil. Ən böyük problem riyaziyyatı yaxşı deyil deyə. Yəni o kimyalı uşaq deyil də. Kimyalı olar 30 sualdan 10 sual qəbulda yazsa şükür eləyək. Yəni bu formada. Amma düşünürəm səndən xeyli nəticəmiz olacaq. Hələ yayın mən heç 11-ci sinifi fikirləşmirəm. Bu ilin avqustuna qədər. İnşallah. Aha. Davam eləyək Zəhra. Harda qaldıq? 6-daydıq. Bu üçün 6. Aha. Təzyiq artdıqda hansı halda hər iki maddənin suda həll olması artar? Mhm. Təzyiq artıb və qazlar olmalıdır da. Bəli. Hansı variantda qazlar olar səncə? Bax məsələn, burada metallar var, sanki bərkdir. Bunları atıram. Metalları yönən yerdən atıram. Qalır C və Y variantları. Səncə C və Y variantlarından hansıları qaz olar Zəhra? Məncə Y variantı. Y variantı. İndi yenə oksidasiya turşu duzu biləndən sonra avtomatik bilərsən ki, bunlar duzdur, bərkdir. Bunlar da qazlardır. Yaxşı. O bölmə sənə çox şeyi açacaq. 7-ci suala bax Zəhra. Tamam. İlki hansı maddələrin həll olması təzyiqdən asılı deyil. Yəni bərk maddələr Bəli. olmasında A variantında qaz var, C Aha. variantında, D variantında qaz var, Aha. D variantında, Y variantında da. Bəli, doğru cavab Y variantıdır. 8-ci sual. 8-də deyir ki, hansı maddələr suda həll olmur? Tərkibində deyirik kalium və NH4 olanların hamısı yaxşı Suda həll olmur. həll olurdu. Bəli. Olacaq 1 və 4 D variantı. Bax bu qaydanın özünü də axırıncı bölmədə öyrənəcəyik. Ha, 9-cu sual. 9-da deyir ki, hansı maddələr suda həll olur? Yenə kalium, azot dediniz, yoxsa NH4 dediniz? NH4. NH4. Onda 2 və 3 deyirlər. Bəli, B variantı. 10-cu sual. NH4. Onun sonraki müxtəlif cinsli qarışıq. Onda mən deyir ki, Y variantıdır. Mən Y yazmışdım. Bax, buradan hardan biləcəksən? Sənin natrium OH-ın suda məhlulu deyil. Bayaq da mən dedim ki, linak cəsir basırın OH-ı suda yaxşı həll olur. Bəli, Yəni natrium OH bəli. suda yaxşı həll olur. Suda yaxşı həll olursa bir cinsli qarışıqdır və həqiqi məhluldur. Bəli. Ona görə Y variantı olacaq. Aha, 11-ci sual. 11-də deyir ki, H-xlor məhlulu. Yenə suda yaxşı həll olur deyə. Bəli, C variantıdır. 3 və 4, bəli, C variantı. 12-ci sual. Mən 12-ni başa düşmədim yazmağı. 20 dərəcədə, yəni otaq temperaturunda hansı qablarda duzların verilmiş kütləsi suda tam həll olar? Zəhra, görsən 1 litr sular verilib və qramlar da eyni qədər verilib. Burada baxacaqsan hansı maddə suda yaxşı həll olur və bunu yenə oksidasiya turşu duz bölməsini keçəndə deyəcək ki, Zəhra, tərkibində kalium olanlar yaxşı həll olur deyən bu tam həll olacaq. Və SO4-lərin qaydası olacaq. SO4-lərdən cəmi 5 dənəsi həll olunur. Kalsium SO4, barium SO4, stronsium SO4, gümüş SO4 və qurğuşun SO4. Qalan bütün SO4-lər həll olur. Yəni suda yaxşı həll olur. Ferum SO4 də suda yaxşı həll olacaq. Amma barium görsəm yazmışam 5 dənə içərisində həll olmayacaq. Bizə suda yaxşı həll olanlar, tam həll olanlar 1 və 3 olacaq. Aydındır? Müəllim, bəs siz bariumun içində yazmısınız, orada sıralamada yazmısınız, onu niyə götürmədiniz? Yəni o sıralamada yazdıqlarım həll olmayanlardır. Qalanları həll olur. Tamam. Dəmir məsələn həll olur. SO4-dən az sadəcə. İndi o sıraya əsasən 13-cü suala bax. Orada da eyni formadadır. Tam həll olanı istəyir. Burada cavab 1 və 3 oldu elə. Burada bəli 1 və 3 B variantı oldu. 13-də müəllim yenə eynidir, həcm də, çəki də. Aha. Burada qurğuşun SO4 var. O həll olunur. Onda 2 ilə 3-dür. Bəli, 2 ilə 3-dür. Yaxşı. Tamam. 14-də həll olma əmsalı demişdik ki, müəyyən temperaturda 1000 millilitr, yəni 1 litr suda doymuş məhlul əmələ gəlməsi. Bəli, həlledici doymuş məhlul əmələ gəlmə şərti ilə. Ona görə C variantı. Bəli, tamamilə doğrudur. Aha, 15-ci sual. 15-də deyir ki, həll olma əmsalının vahidi qram bölünsün litr olur. Qram bölünsün litr. Bəli. Keçək o biri səhifəyə Zəhra.
16-da deyir ki, Hı -hı. davam edeyim mi? Bəli, davam 16-da edin. deyir ki, 170 qram suda maksimum 112 litr enerji üçün həll olduğunu bilərək bu qadın həllolma əmsalını hesablayın. Aha. Həllolma əmsalını tapanda biz nəyi bölürdük Zəhra? Həll Duz, olunan maddə, yəni də duzu həll olunan məsələn maddənin kütləsini, bəli, suya ya bölür, həcmə, ya da ki, suyun kütləsinə bölüb minə minə vururdu. vururdu aslında. Aha. Bəli. Suyun kütləsinə bölüb minə vururdu. İndi sənə deyir ki, 170 qram suda. Deməli, suyumuzun yerinə yazıram 170 qram. Aha. 112 litr NH3. 112 litr neçə moldur Zəhra? Mol ver. 112 litr neçə mol? Aha. 22 onda 4-ə bölünür. Bölürük. Neçə mol olur? Bəli. Bir dəqiqə. Onu olursa. Görək neçə mol Yəni 5 olur? edir. Bəli. 5. 5 mol NH3. 5 mol NH3-in kütləsi nə qədər olar Zəhra? 5 mol NH3-ün kütləsi eləyəcək 50, 35, 85. 81. Ay, sağ ol, 85 qram. Deməli, həll olunan maddəmizin kütləsi nə qədər imiş? Duz yazdığım yerə yazacağam 85 qram. Vuracam həm də nəyə? Minə. Aha. 85 ilə 170 ixtisar yerində qalır 2. 2 ilə 1000 ixtisar yerində qalır 500. Yaxşı? Bəli, bəli, bəli. Aha, 17-ci sual. 17-ci sualda deyir ki, 50 qram duz müəyyən temperaturda 200 ml suda həll olaraq doymuş məhlumuna gətirir. Mən bir dənə bir şey soruşum. Aha. Həll olma əmsalında şərtində məsələn deyir ki, müəyyən temperaturda 1 litr suda həll olan maddənin qramlarla miqdarında düzdür. Aha. Orada mütləq doymuş məhlul əmələ gəlməlidir. Mütləq, Düzdür? hə. KH onu göstərir də. Aldığımız sıvı doymuş məhlulun yarandığını göstərir. Yəni bu maddə artıq bu qiymətə doyacaq. Oldu. Aha. 50 qram duzu nə? Bölərik 200 mi? ml suda. Elə 200-ü böləcəyik, yox. Bəli. Litrə çevirməliyik. Yox, ehtiyac yoxdur. Litrlə versək Aha, minə tamam. vurmazdı. Amma millilitr verəndə nə Bəli. eləmək lazımdır? Millilitr qram ver. Əgər suyu millilitrinə ya da qramla verəndə minə vuracaq. Amma litrlə versə vurmarıq. Tamam. Onda 50-ni bölür 200-ə vururuq minə, düzdür? Bəli. Bu da Buradan eləyəcək 220, yox 250. 250. Bəli, 250. Y variantı. 18-də deyir ki, müəyyən temperaturda duzun suda doymuş məhlulun 250 qramında 50 qram duz var. Duzun suda doymuş məhlulun ümumi məhlulun kütləsi 250 qramdır. Aha. 50 qramı duzsa 200 qramı sudur elə. Bəli, onda 50-ni 200-ə bölərik. 50 bölünsün 200 vurulsun 1000. Elə bayaq Aha, 250 bəli, aldı. 250 alır. 19-a bax Zəhra. Tamam. Müəyyən temperaturda duzun donmuş məhlulunun 320 qramı 100 qramdır. Onda bir dəqiqə 120-ni böləcəyik 200-ə elə. Bəli, çünki 120-si duzsa 200-ü sudur. Vuracaq 1000-ə. Bu ikisi gedəcək Qalar 60, 5, 600 edir. 600. Bəli. 20-ci sual. Hansı qrafik natrium NO3 və SO2-nin suda həll olmasının temperaturunun asılılığını doğru ifadə edir? Natrium NO3 Natrium bərkdir. Bu da qazdır. Bərklər necə asılı olurdu? Bərklər temperaturdan düz asılıdır. Aha, qazlar da. C variantıdır. Bəli, C variantı. 21-ci sual. Hansı qrafik kalium NO3 və SO2-nin suda həll olur? Mən burada kalium NO3 bərkdir, Bəli, SO2 qaz. bəli. Bərkin temperaturdan asılığı düzdür, SO2 də tərs asılıdır. Elə Y variantı olur, hə? Bəli, bəli, bəli. 22-ci sual Zəhra. 22-də deyir ki, doymuş məhlulları duru yoxsa qatıdır? Hə, o necə biləcəksən? Əgər maddə yaxşı həll olursa, o qatı olacaq. Zəif həll olursa, duru olacaq. Aha. İndi burada bax, belə deyək də, deyirik ki, barium, kalsium, stronsium, gümüş və quruşun. Əsaletlər demək olar ki, həll olmurdu. O qədər zəif idi də. Ona görə birinci və ikinci duru olacaq, yaxşı həll olmur deyə. 3 ilə 4 isə qatı olacaq Zəhra.
Mən bunların SO4-ləri yaxşı həll olmur elə. Bəli, bax bunların SO4-ü yaxşı həll olmur. Aha, onda Argentina kalsiyum olduğu üçün 1-2 gedir, Bəli, düzdür? 1-2 dur Onlarda ol. onda duru olur elə. Bəli, Bəli, 1-2 dur olacaq. tamam. Aha, 20-ci sual. Hansı maddələrin suda doymuş məhlulu qatıdır deyir. Yəni yaxşı həll olanlar lazım. Aha. Bax bu Onda mənim orada şəkərdir. 4 kalsiyum var. O Kalsiyum da duru zəifdir, bu olacaq. dur olacaq. Bəli. Natrium OH demişdim ki, Linaks əsr basırın OH yaxşı həll olur, qatı olacaq. Bu Tamam. şəkərdir deyə qatı olacaq. Şəkər yaxşı həll olur axı Zəhra. Amma bu da Linaks Bəli, əsr bəli. basırın içində yoxdur deyə, yəni zəif həll olan və ya da çöküntüdür. Ona görə duru götürürəm. Yaxşımı? Tamam. Olacaq hansılar qatı Zəhra? Hansılar qatı 2 və 3. Bəli. Mənim siz deyirsiniz suda yaxşı həll olanlar. Lityum, natrium, kalium, kalsiyum. Strontium, barium. Sırı bax. Hə, tamam. Tamam. Bunlar yaxşı həll olur. Bəli, OH-ları yaxşı həll olur, OH-ları. O qeyd etmirsən. Aha, qeyd elə. Onsuz keçəcək, amma qeyd elə Zəhra. İndidən ən azından bilim də. Hə, yox, mütləq Tamam, qeyd elə. Aha. 24-də nə deyir? 23-də 2-3 oldu elə. 2, 3. A, sağ ol. Bir dəqiqə Zəhra. 24-də deyir ki, Zəhra, bir dəqiqə. Aa, şurada veriyor. Zəhra, bir dəqiqə 24-ə bax, gəlirəm yoxsa. tamam məndən atayım bax. Davam edək. 24-də bax Zəhra. 24-də deyir ki, hansı maddələrin doymuş məhlulu durudur. Yəni yaxşı həll olunur. Siz bayaq saydınız ya, prosta orada SO4 dediniz elə. Aha, 5 dənəsində SO4-lər. Hə, xloru bilmirsən necədir, eləmi? Bax, SO4 dedik duru olacaq. 5 dənənin içində var idi. Xlorların da qaydası necə? 3 dənə də xlorlarda var. Gümüş, qurğuşun, civə xlor. Bunlar yaxşı həll olmaz xlorlardan. Onların xlorları elə. Bəli, bu üçünün xloru. Bu da duru olacaq. Ancaq bu da Ondadır. bəli, 2 ilə 3-dür. Burada kalium var deyə yaxşı həll olur Zəhra. Burada isə bu da şəkərin bir növüdür, meyvə şəkəridir. Qlükoza, bəlkə də satışda falan da olur ya qlükoz. Ay sağ ol. Elə 1 ilə 3. Yox, bizə duru deyir, 2 ilə 3. Hə, 2 ilə 3. Ay sağ ol. 20. Mənim 25-də A yazmışam. A qram maddə B qram suda həll edilir. Aha, A-nı böləcəksən B-yə, burası da 1000-ə. Orada olacaq A variantı. Doğrudur Zəhra. 26-cı olacaq bəs mənim. Məhlulları qızdırdıqda ilk anda onlardan ayrılan X və Y maddələri. Bax Zəhra, buna necə yanaşacaqsan? Uçucu və uçucu olmamağına baxacaqsan. Biz də turşular dərsini keçəndə deyəcək H-xlor uçucudur. Uçucu. Uçucu olduğuna görə oradan elə H-xlor uçacaq. Qızdıranda deyir nə uçacaq. Amma H2SO da öz məhlulu var, içərisində suyu da var. Sulu H-xlordur. Buradan qızdıranda H-xlor uçur. Ancaq H2SO4 məhlulunda Zəhra bu uçucu deyil deyən sonradan su olacaq. Uçucu deyil, bax bu. Amma digəri uçucudur. Uçucu olduğuna görə özü uçur. Uçucu olmayandan isə suyu uçacaq. Tamam. İmidi deyir ki, 60 dərəcədə 1 litr suda doymuş məhlul hazırlamaq üçün götürülmüş maddələrin kütlələrin artma sırasını göstərin. Peki. 60 dərəcədə. Baxaq bir dənə 60 dərəcənin üstünə xəttlər çəkək. Bax bunu imtahana da belə yekəsimək olsa nə yaxşı olar. Yekəldəndə daha yaxşı xəttlər görsənir. 60 dərəcədə məsələn natrium xlor burada kəsişir. Kupr SO4 burada, NH4 xlor da burada. İndi deyir 60 dərəcədə 1 litr suda doymuş məhlul hazırlamaq üçün götürülmüş maddələrin kütlələri. Elə buna qalmış olsa, Zəhra, mən sənə öyrətmişəm. Deyirəm KH əgər 200-sə, məsələn, deyirəm onda ümumi kütlə nə qədər olur məhlulun kütləsi? 1200 olur demişdinmi keçən dəfə sənə? Deyirdim ki, KH neçə verirsə, Zəhra, məhlulun ümumi kütləsi 1000 o qədər olacaq. Yəni 200 isə 1200 olacaq. 400 də 1400 olacaq məhlulun kütləsi. Elə deyilmi? İndi bu suala da yanaşanda əslində çox rahatdır. Bilmirəm məntiqini tuta biləcəksənmi? Bax 1 litr suda, yəni 1000 milli deyir də, doymuş məhlul hazırlamaq üçün
götürülmüş maddələrin kütlələrinin artma sırası. Elə ən aşağı natrium xloru olacaq, çünki KH görsən 400-dən aşağıdır. Nisbətən çox olanı mikrosoda olacaq, ən çox olan da NH4 xlor olacaq. Ardıcıllığımız olacaq D variantındakı kimi. Müəllim, hər şeylə belə deyək də, həlomə əmsalı ilə maddənin kütləsi onsuz da düz asılıdır. Yəni getdikcə artırsa, deməli həlomə əmsalı da Götürülən maddə artır. bəli artır. O cəhətdən yanaşa bilərik. Ümumiyyətlə mən nə dediniz cavab? Natrium D xlor. variantı. Hə, D variantı. Tamam. Aha. 28-ci deyir ki, müəyyən temperaturda 250 qram 20% duz məhlulu üzərinə 10 qram həmin duzdan əlavə etdikdə doymuş məhlul əmələ gəlir. Bu duzun həmin temperaturda həll olma əmsalını hesablayın. Bunu yazıbsan Zəhra? Xeyr, müəllim. Aha. Baxaq görək bu sualda necə yanaşacaq. Yəni biz burada duzu tapacağıq. Yadına gələr ki, keçən dəfə deyəsən sənin dilində dərs danışanda ki, orada çoxlu düsturlar var idi. Dedim mən düsturlarla işləmirəm Zəhra, elə. Bəs necə işləyirəm mən? Əvvəla riyaziyyatdan bildiyimiz üzrə 250-nin 20%-ni tapaq görək. Nə qədər duz, nə qədər su var. 250-nin 20%-ni neçə eləyir Zəhra? Bir dəqiqə müəllim, hesablayıram. 50. Aha. Deməli 50 qramın duzlu sənin. Bəli. Yerdə qalan 200 qramın da sudur. Bəli. Su. Aha. İndi deyir ki, bura 10 qram həmin duzdan əlavə elə. Deməli mən duzu bu duzun üstə yazıram 10 qram. Nə qədər duzun olacaq? 60 qram duz. 60 qram duz. Aha. Əlavə etdikdə doymuş məhlula belə gəlir. Bu duzun həmin temperaturu KH-ın da onda KH-ı tapanda yeni duzumuzu, yəni 60-ı böləcək. Yəni su zaten 200-dür. 200 olaraq qalır. Burasıdan 1000-ə. 1000-dən 200 ixtisar gedər, qalar 5. 5-i də 60-a vuraraq neçə eləyər? 300. Bəli, bildim. Asandır. Əslində hə, asandır. Mən bilirsinizmi də, məsələn, 3 dənə işləyib, 5 dənə işləməyəndə, işləyə bilməyəndə, məsələn, həvəs də öldürürəm. Orası elədir, amma hər kəs də elədir. Mən də ilk vaxtlar öyrənəndə məndə də elə olub Zəhra. Yavaş-yavaş artıq yolunu öyrəndikcə asılışır. Tamam. 250 qram 20% duz məhlulunu doymuş hala gətirmək üçün məhlula 170 qram duz əlavə edilmişdir. Duzun həll olunma əmsalı neçədir? Yenə 250-nin bəli, 50-si duz, 200-ü də sudur və 70 qram duz əlavə eləmişəmsə 120 olub. Artıq yenə 120-ni 200-ə bölüb 1000-ə vurarsan. Bura qalır 5, 120 dəfə də 500, 600. 600, bəli. 30-cu sual. 400 qram 20% duz məhlulunu doymuş hala gətirmək üçün məhuldakı suyun yarısı buxarlandırılmışdır. Duzun həll olma əmsalını hesablayın. Yenə burada duzu tapmalıyıq, hələ. Aha, bəli. Birinci 400-ün 20%-ni açaq. Bölü 80 qram duz. Aha, bəli. Onda 320 qramı sudur. Bəli. Sonra deyir suyun yarısı 80-i böləcəyik 160-a hələ. Bir dəqiqə suyun yarısı buxarlansa, hə, 160-ı qalır. Bəli, tamamilə doğru. 80-i 160-a böləcəksən, suyun yarısı qalır axı. Burası 1000-ə. O da eləyəcək 2-də 1, yəni 500. Aha, 31 Zəhra. 31-də deyir ki, 800 qram 20% duz məhlulunu doymuş hala gətirmək üçün məhuldakı suyun yarısı buxarlandırıldı, duzun həll olma əmsalı. Yenə 800-ün 20%-ni tapanda eləyir 160. 160 qramı duzdur. 160 qramı duzdur. Onda bunun 640 qramı sudur. 160-ı bölürük 320-yə vururuq 1000-ə. Çünki bunun yarısı 320 eləyir. Bəli, 320-yə bölürəm, 1000-ə də vururam. Eləyər 500. Aha. Qrafikiyə əsasən A maddəsinin həll olma əmsalını. Mən burada niyə temperaturu verirlər ki? Otaq temperaturudur da, yəni adi şərait olduğunu demək istəyir. Çünki qızdırıqda proses gedib arta bilər axı, daha yaxşı həll ola bilər. Qrafikiyə əsasən A maddəsinin həll olma əmsalını müəyyən edin deyir. Məhlulun kütləsi 200-dür. Maddəmiz də M-dir. Hə, bildim. Məhlulun kütləsi 200-dür. Onda mənim buradan maddəmiz nə qədərdir Zəhra? M. 200 minus M olacaq. Suyumuz 200 minus M-dir, bəli. Burasıdan yenə 1000-ə.
Yuxarıda Bəli. 1000m böl Bu 200 da minus m. 1000m bölünsün 200 minus m. Aha, A variantı. bəli. 32 deyir ki, Aha, yenə burada onu istəyir. Olacaq m bölünsün 300 minus m vurulsun 100. 1000 100. aha. Mən Y Y variantı. variantı, bəli Zəhra. 34-də deyir ki, nə doğrudur? Həll olunan əmsalının temperaturdan asılılığı x mənim orada x O2 ola bilməz, çünki O2 qazdır. Bəlkə olmalı bu qaz. Aha. Y maddəsi N2 ola bilməz. O N2 ola bilər deyir. Bu da N2 oldu. qaz deyil, Qaz, düzdür. qazdır, bəli. Bəli. Sonra Y maddəsi kalium NO3 ola bilər. Kalium NO3 bərkdir. Polimer, bəli, metal varsa bərkdir, duzdur Hə, həm də. bərkdirsə bu ola bilməz. Yalnız 3 doğrudur. Aha. Doğru deyir, 3-dür, bəli. 35-də deyir ki, hansı qrafiklər doğrudur? İndi bax, bu olimpiada Maddələr düşmüş verir. sualdır Zəhra. O dediyim qızın imtahana bu tipli sual düşmüşdü. Burada necə yanaşacaqsan? 20 dərəcədən 50 dərəcə temperatur artıb Zəhra, amma həll olma da artıb. Görsən, X-da həll olması 300-dən 340-a artıb. Artıbsa X maddəsi nə olacaq? Bərk. Bəli. Aha. Temperatur artanda Y-in həll olması azalıb. Deməli, bu isə qazdır. Bəli. Aha. İndi deyir, birinci qrafikdə Zəhra, X deyir, həll olması, X-imiz bərk idi axı. Deyir, təzyiqdən asılı deyil. Düz deyir, yoxsa səhv deyir? Bəli, mənim düz deyir. Aha. İkincisi deyir ki, Y maddəsinin həll olması təzyiqdən O da asılıdır. Düzdür. Üçüncüsü deyir ki, X maddəsi təzyiqdən əslində asılı olmamalı. Bu səhvdir deməli. Axı bərkdirsə X maddəsi. Bəli. Deyil mi? Cavab olacaq nə? 1 və 2. 1 və 2. Sonra bu... Mənim əslində Aha. orada məsələn gedişatı bilmədiyim üçün həvəsim düşüb işləmək. Bu tərəflər məsələn bu tərəfdəki suallar asandır. Bəli, əslində asandır. Növbəti dəfəyə o bir bölməyə də baxarsan Zəhra, ancaq yenə başdan işləyəcəm. Yazsan da yazmasan da başdan işləyək. Çünki mən də nə vaxtı uşaqlarla işləmirəm bu bölməni, qoy elə mənə də təkrar olsun. Səndən istədikcə. Aha. 36-ya bax Zəhra. X, Y və Z maddələrinin həll olma əyrilərinə əsasən ifadələrdən hansı doğrudur? Eyni şəraitdə. Onu indi baxacaq nəticədən. Nə deyir? Daha doğrusu yox. Burada qrafiklər Eyni şəraitdə X-in həll olması eyni şəraitdə X-in həll olması daha azdır. Məsələn, eyni şərait temperaturun eyni olanı götür. Görürsən ki, ən aşağı Z-dir, sonra Y-dir, ən yuxarıda X-dir. Deməli, X-in həll olması daha çox olmalı idi. Görürsən? Eyni. Bu səhvdir deməli, azdır deyir, səhvdir. Aha, ən yuxarı olan X olur. İstəsən T3-ün üstündə yoxla. Yenə də bax uzatsan qrafikləri, X daha yuxarı olacaq. Aha. T1 temperaturunda Z-in həll olması daha azdır, düzdür. Aha. T2 temperaturunda Y-in həll olması Z-in həll olmasından çoxdur. Bu da düzdür. Düzdür. T1-də necədirsə, T2-də zaten odur. Doğru olanlar 2 və 3-dür. Bəli, bəli. Sonra 37-də deyir ki, X, Y, Z maddələrinin həll olma əyrilərinə əsasən ifadələrdən hansı doğrudur? T1 temperaturunda Z-in həll olması daha azdır, düzdür. Aha. T2 temperaturunda Z-in həll olması Y-in həll olmasından azdır. Bu da düzdür. Aha. T1 temperaturunda maddələrin həll olma ardıcıllığı əksinə olmalı idi. X böyükdür, bəli. Y böyükdür, Z olmalı. Y-də B variantı. Aha, 38-ci sual Zəhra. 38-də 200 qram suda X düzünü həll etdikdə 250 milli məhlul alınır. Həmin temperaturda bu düzün həll olunma əmsalı 500 qram olarsa, alınmış doymuş məhlulun sıxlığını hesablayın. Verilənləri yazaq. Görək nə verib. 200 qram su. Yazıram ki, yəni suyumuzu özümüz üçün not götürək. M su bərabərdir 200 qram. Eləmi? Deyir, suda həll etdi 250 milli məhlul. Burada həcmini bizə verib 250-dir. Mən bunu sıxlıq üsulunda istifadə edəcəm. Buraya yazıram 250. Yəni millilitrlə verəndə həcmdir elə? Hə, millilitr həcmlərdir. Yəni nə baxımdan? Burada sıxlıq anlayışı vardı ya,
o artıq bizə işarə verməlidir ki, burada KH-dan KH-ın belə deyək də həcmi deyil bu. Məhlul deyir axı, bax Hə, məhlulun həcmidir. Suyun tamam. həcmi demir. Yaxşı? Deyir ki, Zəhra, ə, deməli 250 milli məhlul alınır. Məhlulun həcmini Əlavə yazdım. misalda 500. Hə, KH-ımız da bərabərdir 500-ə. KH bərabərdir 500-ə. İndi deyir ki, alınmış doymuş məhlulun sıxlığını tap, doğrusunu tap. Baxaq görək necə yanaşa bilərik burada. Əvvəla Mən bir şey soruşum. O buyurun. 250 mililitr nədir ki indi? 250 millilitr mi? Bizim düsturumuz olacaq rho bərabərdir M. Düstur necədir? M bölsün V. Elə. Burada V məhlul olanda, yəni məhlul olmalı ki, düsturumuzu həll eləyək. Məhlulun sıxlığı, bax rho məhlul yazıram. Məhlulun sıxlığı bərabərdir məhlulun ümumi kütləsi bölünsün məhlulun həcminə. Sənə verdiyi bu 250 də Zəhra məhlulun həcmidir. Çünki deyir 250 milli məhlul alınır. Amma KH-ın düsturunda biz böldüyümüz həmişə suyun həcmi olmalı idi. Və KH-ın düsturunda yerinə qoyaq. KH bərabərdir 500-ə. Bu da bərabərdir. Maddəmizin kütləsini bilmirəm, X yazıram. Amma suyun miqdarını vermişdi də 200 idi Zəhra. Bəli, verib axı. Bəli. Hə? Bəli, bəli. 200 verib. Bəli, bəli. Aha, vurulsun 1000 yazıram. Burada maddəmizin kütləsi nə qədər olar Zəhra? Bizi dəqiqə 1000 x bərabərdir 500 olsun 200. Bunlar getdi. Mənim x 100 eləyəcək. X 100. 100 bizim nəyimiz olacaq? Duzumuzun 100 suyun kütləsi. Duzun kütləsi. kütləsi. Duzun kütləsi. Və bu məhlulda suyun kütləsi nə qədər idi? Suyun kütləsi 200. Aha, suyun kütləsi də 200. Mən bunu sıraldasam bir dəqiqə Zəhra. Hə. Suyumuzun kütləsi oldu 200. Duzumuzun da kütləsi oldu 100. Elə ümumi məhlulumuzun kütləsi nə qədər olar Zəhra? Bizi dəqiqə. Hə, ümumi 300. Ümumi 300. Bizim də rho bərabərdir düsturumuzda. Sıxlığı tapmaq istəyəndə Zəhra. Ümumi kütləmiz 300 oldu. Ümumi həcmi də vermişdi. Neçə idi ümumi həcm? 250. Bəli, indi 300-ü 250-yə bölməyə ürək istəyir. Sıfırlar gedər. 1 tam nə qədərsə eləyir? Bir hesabla görüm. 1,2. 1,2, bəli. Başa düşdün? Bax, indi başa qayıdıb görək neynədik biz? Verilənləri yazandan sonra görmək asan olur əslində. Sadəcə olaraq bilməlisən ki, orada məhlulun həcmi nedir? Mənim duzun kütləsini tapdı. Ay, Duzun sağ ol. kütləsini tapandan sonra ümumi məhlulun kütləsini tapdı. Ay, Sonra sağ ol. həcmə böldü. Bəli, ümumi həcm 250 idi, yaxşımı? Orada şərtdə verib, o bizi çaşdırmasın. 9-cu sual. Zəhra. Səsim gəlir Zəhra? Bəli. Deməli, videomuzu gətirək yenə ekrana. Səhifə 148. Buradaydıq, həmi? Deməli 39-cu sual. Davam elə Zəhra. 39-da Y verilən müəyyən temperaturda 1000 ml Bəli. maddənin qramı. Bəli, Y variantıdır. 40. 40-da deyir ki, müəyyən temperaturda 32,2 qram natrium SO4 10H4 kristal hidratını 82 qram suda həll etdikdə doymuş məhlul əmələ gəlir. Natrium SO4-ün həmin temperaturda həll olma misalını hesablayın. Verilənləri yazırıq hələ. Bəli, bir dəqiqə müəyyən temperaturda bu qədər kristal. Bax 82 qram su bizə lazım olacaq. Bir dənə xəttləyim bunu. Həll etdikdə, yəni sonradan nəzərə alacaq, doymuş məhlul əmələ gəlir. Və həmişə kristal hidrat məsələsində bizə aşağıdakı verilənlər çox əlimizdən, ayağımızdan tutulur. Mən o asitonunda 1 mol verilir elə onda. Bəli, sıranla bir mol verir. Bəli. Bax Zəhra, 322 qram maddənin içərisində 142 qramı duz var. Eləmi? 142 qram duz. Yazaq bizə 142 qram duz yazıram. Duz. Bəs bizə yəni bilmirik hardan başlayaq, ona görə başlayıram da bir yerdən. Verilən kristal hidratın kütləsi nə qədərdir? 32,2 qram. Bəli, görək bu zaman nə qədər duz olar? Olacaq nə qədər duz? Azalacaqdır mı? 14,2. Aysa 14,2 qram duz olar. Bəs nə qədər su olar Zəhra? 32,2-dən 14,2 çıx. Nə qədər suyumuz olacaq? 18 qram. 18 qram da su olacaq.
Bizdən də KH istəyir və bu dəfə Zəhra KH-ı tapanda duzumuz 14-10-dakıdır. Tamam. Ancaq suyumuzda 18 ilə bayaqki 82-nin cəmini götürəsən. Çünki əlavə olaraq 82 qram suda da həll edilib axı. Dedim bayaq qırmızıladım şərtdə. Vurasan minə. Aha. Bu da Bir dəqiqə mən. aha bax görün. Deyir ki, həllətdə doymuşam ya gəlir. Mən sənin üçün bunu bir də izah eləyəcəm deyəm. Ekran kayıt edeyim istəyirsən. Əslində nisbətən başa düşdüm. Sadəcə niyə 82 ilə cəmlədik, orası tam olaraq Hı tapmadım. -hı. Bir dənə silin təzədən izah edeyim, həm də kayıt edeyim. Tamam. Silə bilərsiniz məni. Aha. Deməli 40 nömrəli tapşırıqda deyir ki, müəyyən temperaturda 32,2 qram, bax kristal hidratdır, bax bu maddə. 82 bax bu maddəni 82 qram suda həll etdikdə doymuş məhlul əmələ gəlir. Elə deyilmi? Dedik ki, 82 qramı bir özünüzə işarə qoyaq ki, bunu biz axırda istifadə edəcəyik, deyəcəm niyə. Çünki bax Zəhra, bu 32,2 qramın içərisində müəyyən qədər su var da. Biz əvvəlcə tapmalıyıq ki, onun içərisində nə qədər su var. Sən bilirsən ki, aşağıda da kömək verib ki, bax bu maddənin əməri 322 qramdır. 322 qram bu maddənin içərisində nə qədər duz, nə qədər su var? Əvvəl onu tapaq. 322-nin nə qədər duzdur Zəhra tərkibində? 142 qramı duzdur. Sənə isə şərtdə 32,2 qram bu maddədən verib. O zaman nə qədər duzumuz olar? 14-15. Tənasiblə tapırıq ki, 14,2 qram duzumuz olar. Bəs əgər 14,2 qramı duzdursa, nə qədər su olacaq? 18 qram. 18 qramı da su olacaq. Və Zəhra bildirir ki, səndən deyir ki, natrium SO4-ün həmin temperaturda KH-ını tap, elə deyilmi? KH-ı tapanda sən bilirsən ki, duzu bölürük suya. Duzumuz 14-12-dir. Suyumuz nə qədərdir? 18. Ancaq şərtdə deyir ki, 82 qram suda da həll edilib. Üzərinə təzədən 82 gələrəm Zəhra. Bu şəkildə vuraram 1000-ə. Sən de görün mənə. 18 ilə 82-nin cəmi neçə eləyir? 100. 100. 100 ilə də 1000 ixtisar edər. Olacaq 142 eləyəcək. Olacaq neçə? Bəli, 142. Başa düşdün indi? Bəli. Yəni birinci dəfə uşaqlar həmişə çətinlik çəkirlər, amma ikinci zaten sonra anlayırlar. İstəyirsən bunun dəftərinə qeyd elə. Qayıt elədim Mən atacağım. sizi qeyd eləmişdim, mən otum. Aha, yaxşı. Davam edək Zəhra 41-lə. 20 ml suda 5 qram X duzu həll edilir. Bu məhlulu 50 dərəcə Selsidə doymuş hala gətirmək üçün hansı təcrübələri ayrı aralıqda aparmaq lazımdır? Bax Zəhra, 50 dərəcədə bir dəqiqə 20 ml suda 5 qram X duzu həll edilir. Oy, bu hara getdi? Karandaşı götürmək istəyirdim. Yəni 142 idi elə Zəhra. Yoxsa 148. Bəli, 148 bəli. Aha. Bax 20 ml suda 5 qram X duzu deyir. 5 qram X duzu həll edilir. Və bu məhlulu 50 dərəcədə. 50 dərəcədə bunun KH neçədir Zəhra? 400. 400. Yəni biz elə variantlar seçməliyik ki, deyir, bu mütləq KH-ı 400 olmalıdır. Sənin çünki qrafikdə deyir ki, 50 dərəcədə bu 400, KH-ı 400 olur. Sənin də şərtdə deyir ki, bu məhlulu 50 dərəcədə doymuş hala gətirmək üçün hansı təcrübələri ayrı-ayrılıqda aparmaq lazımdır. Məhlula 2 qram X duzu əlavə eləsəm. Zəhra, məhlula 2 qram X duzu əlavə eləsəm, duzun nə qədər olar? Bax 5 qram duzun var idi. İndi ikisini də əlavə elədim. Nə qədər duz oldu? 7 qram. 7. Suyun nə qədər oldu? 20. Elə? Düsturda həmişə 1000-ə vururuq axı. Bunu vursan 400 verər sənə? Yox. Burada 5 böyük bir rəqəm alınır. 350 alınır bəli. 350, yəni vermir sənə 400. Bəs ikincidə yoxlasaq, bax məhluldan 7,5 ml su buxarlandırsan, duzun 5 qramdır, şərtə əsasən, suyumuz 20-dən 7,5 çıxacaq Zəhra. 12, yox. Hə, 12,5. Vuraq 1000-ə. İndi bax bunun sıfırının birinlə, yox bunu belə eləyəmərik. Bu neçə eləyər Zəhra? Bir dəqiqə deyəcəm. 5-ə bölündə. Bu deyən eləyir 400. Bir dənə dəqiq hesabla. Tamam, bir dəqiqə. Mənim 400 eləyir. Sən necə asan hesabladın? Mən məsələn
Hər tərəfi 10-a vurardım. Bura eləyər 50. Mən hər tərəfi 10-a vurdum, sonra da ixtisarlı hesabladım Aha, məhdud. cavab elədi 400. Ay sağ ol. Bunu götürə Bəli. bilərik. Üçüncüdə deyir ki, Zəhra, məhlula 5 qram X duzu 10 ml su əlavə eləmək. 5 qram duz əlavə eləsəm, Yəni 10 duzumuz bölünsün 10 olacaq. 30. Bəli, o bölünsün 30 vurulsun 1000. Bu da 400-ü verməz sənə. O tam elə öyrənir, bəli. Ona görə yalnız 2 olacaq. Yaxşı? Bəli. Aha, indi 42-yə baxaq. Zəhra. Yalnız 2 də hansı cavabdadır? Bu variantda, tamam. 42-ni özün həll elə görüm cavabını Özü də ki, tapırsan. tamam, bizə deyək. Yenə də 5 qram xörək duzu həll edin. Məhlul əldə dərəcədə doymuş hal etmək üçün hansı təcrübələrə ərazi daxilmək lazımdır? 3 qram duz əlavə eləsək, 8 bölünsün 20 olsun Hı -hı. 1000. Bunlar gedəcək 50 qalacaq, 400 eləyəcək. Birinci düzdür. Aha. İkincidən 5 ml su buxarlandırsaq, 5 bölünsün 15 bölünsün 1000, 3də 1 tam ədəd Hı alınmayacaq. -hı. Üçdə də ki, məhlula 5 qram X duz əlavə eləsək, 10 bölünsün 25 vurulsun 1000. 25-ni 5-ə ixtisar aparsaq, 5-də 2 vurulsun 1000. O da eləyəcək 400. Bu da alınır, Bəli. elə? Bəli. 1 və 3. Hı -hı. Belə. İndi baxaq Zəhra 43-ə. Qrafikə saysən 40 dərəcədə 40 hansı dərəcədə qablar hansı doymuşdur? qablarda durmuşlar? Bu da eyni şəkildə 40 dərəcədə KH 1500 olanı götürəcəksən. 10 bölünsün, bax birinci qabda Zəhra. Suyumuz nə qədərdir? Evet. 20. Bizə də 10 bölünsün 20 vurulsun 1000. Aha. Da 500 eləyir. Da 500 eləyəcək. Bəli. neçə eləyir? Ay Allah, bir dəqiqə. Bəli, mən 500 eləyəcək. 500 eləyir. 1500 eləmir. O olmaz. Aha. Bəli. Sonra 12-ni böləcəyik 30-a, Aha. vuracağıq 1000-ə. Sıfırlar Aha. getdi. Burada 4 eləyəcək. Cavab 400 eləyəcək. Bu da olmaz. Birisine baxaq. Görək 60 yanmı? bölünsün 40 Aha. vurulsun 1000. Sıfırlar getsə 4-dən yaparsak Bu alınacaq. 250. Bəli, mənim 500 eləyir. Hı Yalnız -hı. 3. İndi o birisini özün hesabla Zəhra. Burada KH-ımız 600 olmalıdır 30 derecəsidə. Aha, karşı Onu 600 olmalı. bölürük 50-yə. Vururuq 1000-ə. 5-də 1 də 1000-ə vuranda 200 eləyəcək. Olmur. Aha. Sonra 12-ni bölürük 20-yə vururuq 1000-ə. Sıfırlar gedəcək. 50. 600 eləyəcək. Bu alınır. Hı -hı. Bir də 20-ni bölürük 40-a, 2-də 1 vururuq 1000-ə, 500 eləyəcək. Olmayacaq. Yalnız 2 olacaq. B Yalnız variantı. 2. Aha. Sonra Zəhra. 45-dir. 45. Aha. Bu əlavə olduqdan sonra duzun suda 10% məhlulu alınır. X-i hesablayın. Su əlavə KH olunduqdan sonra duzun suda 10% məhlulu alınır. Bəli, Bəli. KH 1000-dirsə, Aha. KH 1000-dirsə, onda belə çıxır ki, Məhlulumuz nə qədərdir? 2000. yox, onu bilmirəm. Yox, bir dəqiqə. Mən maddənin suyun kütləsinə nisbəti onda belə çıxır ki, 1 eləməlidir. Bax, KH 1000-dirsə, Zəhra, belə izah edeyim də sənə. KH-ın 1000 olmağı o demək ki, 1 litr suda 1000 qram bu maddədən həll eləmək olur. 1000 qram bu maddədən həll etmək olur. Çünki bax 1 litr suda 1000 qram deməkdir, 1000. KH-ın 1000 olmağı. Fizikadan yəqin bilirsən də, vahid axı qram bölü litr deməkdir. 1 litr suda, yəni 1000 millilitr. Sizin dediyinizlə həllə gələcəm. Onsuz da prosta şey soruşuram. Məsələn, biz dedik ki, maddənin kütləsini suyun kütləsinə bölürük. Sonra onu 1000-ə vururuq və həll olma imkanını tapırıq da, düzdür? Aha. Əgər həll olma imkanımız da 1000-dirsə, biz maddənin kütləsini suyun kütləsinə bölüb 1000-ə vurub 1000 alıramsınız. Mənim maddənin kütləsinin suyun kütləsinə nisbəti 1-dir. Elə? Ay, sağ ol. Birin biri getməli ki, bərabərlik yaransın. Yəni 1 litr suda 1000 millilitr su yazadın. Üstünə yazın 1000 millilitr suda 1000 qram maddə həll olur. Yəni nisbət 1-in 1-ədir saytən. Tamam. İndi Zəhra, əgər o cəhətdən yanaşsaq, yəni 1 litr 1000 deməkdə, 1000-də 1000 qram maddə həll olur. Ona deməli o ümumi məhlulumuz nə qədərdir? 2000. Elə 2000-də nə qədər maddə həll olunur Zəhra? 1000 qədər. Ümumi maddə su ilə həll olan cəmidir də duzun.
Su da 1000 dedik, duza da 1000 dedik. Elə deyilmi? Bəli, bəli. Beni bir də bölüb bir eləsin, sonra da bir yavurum bir eləsin. Ay, sağ ol. Yəni neçə veribsə KH, məhlulun ümumi kütləsi Gəlin deməm, siz öz yolunuzla gedin. tamam, Mən öz istəyirəm olmadı. qalım. Bax, KH nə qədərdirsə, 1000-də o qədər çox məhlulun ümumi kütləsi olur. Yəni 2000. 2000-in içərisində 1000 qram maddən həll olur. 1000 qram maddən. Məhlumən 2000-dir. Bəli. Hə, çünki hər dəfə üstə Aha, 1000 dələsən KH-ın bəli, çıxdığına əsasən. bəli. İndi bizə deyir ki, 40 qram doymuş məhlul. Bəs 40 qramlıq məhlulda nə qədər duz olar? Nə qədər duz olar? Bunu bir tapaq. Mən bir şey soruşum. Sonra. Aha. 2000-dən 1000 qram duz çıxdı ki, Bax Zəhra, 2000 o deməkdir ki, ümumiyyətlə belə yazaq. KH 1000 o deməkdir ki, KH 1000 o deməkdir ki, o deməkdir ki, Zəhra, 1000 suda, 1000 suda, 1000 nə deməkdir? 1 litr suda yəni. 1000 milli suda 1000 qram maddən həll olub. 1000 qram maddə həll olub. Sən də məhlulun ümumi kütləsini tapanda nə edirdin? Su ilə maddənin cəmini toplayırsan da, cəmi neçə edir? 2000. aha, Bax, məsələn, 1000 verib deyən səni çalışdır. Tam KH-ı desəydi ki, 500-dür. KH-ımız 500-dür. Ya 5000, aha. 500 yazaq. KH 500-dürsə, belə deyək, məhlulun ümumi kütləsi 1500 olacaqdı. Çünki KH-ın 500 olmağı o deməkdir ki, Zəhra, 1 litr, yəni 1000 millilitr suda, 1000 millilitr suda 500 qram həmin maddədən həll olunduqda çöküb, yəni doyur. Çökür, yəni doyur. Artıq doyur. Yəni, Mənim 500, hə, tamam. yəni onda sənin ümumi məhlulun kütləsi 1500 olur. İndi sənə 1000 verib deyən, sən ona görə çalışdır. Obşu 2000 götürürük. 2000-in 1000-i duzdur. 1000-i duzdur. Və ya şəkərdir, nə veribsə də elə, amma duz deyir də, duz deyil. Amma sənə məhlulun kütləsini 40 verib. 40 olanda nə qədər olar? X yazarıq. X burada nəyə bərabər olar? Bu 2 dəfə azalıb Zəhra demək. 40 qram doymuş məhlul deyir axı. Biz 1000-in altına yazmalı deyilik ona. Yox, 1000 yazdığın sənin duzun olur artıq. 2000 obşu məhlulun var, 2000. 2000 sənin obşu məhlulundur Zəhra. 1000 həll olan maddənin kütləsidir. Doyan zaman həll olan maddənin kütləsidir 1000. Obşu məhlulun kütləsi su ilə bir yerdə 2000 olur. 1000 də üstə gəlirsən axı. Zəhra. Mən bir dəqiqə. Aha, iştirəm. Başa düşdün? Yoxsa sən həmişə səssiz qalanda bilən başa düşmürsən? Bax, Bəli. bunun çünki təcrübə hələ azdır Zəhra. İndi güvəni falan yavaş-yavaş işləyəcək. Yəni aydınlaşacaq sənə. KH-ın 1000 olmağı 1000 qram maddə deməkdir. Hə? Bunu soruşum başa düşəcəm. Biz məsələn həll olma əmsalı deyirik. Aha. Orada hansı ki çöküntü alınır. Aha. O həll olunan əmsalı biz o çöküntüyə deyirik. Bəli, bax məsələn şəkərin həll olma əmsalı KH tutam deyirəm 2024 qram. Səhv etmirəmsə ya 25 ya 24. Bu dəqiqdir. Bunun cədvəli tapıblar. Cədvəl əsasən sistemləşdiriblər ki, şəkər belə həll olur, duz. Məsələn, duzun üçün də yazıram. Duzun həll olması belə çıxır ki, mənə 250. şəkər məsələn 1000 millilitr suda, 1000 qram suda və yaxud da 2024 qram çöküntü alınır. Yəni də həll olma əmsalıdır. 2024 qramı həll oluna bilər. Artıq 2025-də o çökəcək. Doyur 2025. 2024-dən sonra doyur. Limiti budur. Yəni mən 1 litrlik butulkanın içərisinə, Zəhra 1 litrlik butulkan var əlimdə, su var içində. H2O var, su. Mən gətirib bura, məsələn 2 kilo pesoku töksəm, 2 kilo pesok töksəm, bu hələ doymamış olacaq. Amma 2 kilodan əlavə olaraq 2 qaşıq da töksəm, axı bir xörək qaşığı 10 qramda nədir də? Yəni 24 qramını töksəm, 24 qram bu artıq votavoddadır. 1 qram artıq olan kimi tökəcək dibinə. Yəni KH onun son limitidir. KH-ından böyük bir rəqəm töküntü yaradacağını deyir. Doyma həddidir də KH. Başa düşdüm. İndi sənin KH-ın 1000-dirsə, bu deməkdir ki, sənin 1 litr suyunda 1000 qram duz həll oluna bilər. Hə, başa düşdüm. Doyur yəni bu vaxtda doyur. Aydınmı? Sənin ümumi məhlulun 2000 olur. Çünki həmişə 1000 su var deyə üstə nəzərə alırsan da. 2000
Məhlulda 1000 duzun var. 1000 duz. Sənə də deyir. Onda mən bir şey soruşum. Aha. Orada 40 qram doymuş məhlul yox da 40 qram məsələn duz desəydik biz orada 1000-in altına yazacaqdıq. Bəli, Görə 40 40-ı. qram duz desəydi, bəli, 1000-in altına yazardı. Onda Məhlul, mən orada x 20 alınır. Sonra nə aha, edəcəm? x Başa düşdüm. tapdıq 20. İndi baxaq görək sonra nə edək. X-imiz oldu 20. 20 qram duz. İndi deyir ki, su əlavə olunduqdan sonra bir dəqiqə Zəhra, su əlavə olunduqdan sonra duzun suda 10% məhlul alınır. Biz tapdıq ki, KH-ımızda əsasən 20 qram duz var. Aha, omeqanın üstürü var idi Zəhra. Omega bərabər idi. Duz bölünsün, duzla suyun Duz cəmini, ümumi işte. aha, vurulsun 100-ə. Və buradan istifadə edək. Duz 10% məhlul deyirdim, 10 bərabərdir yazıram. Duzumuz 20-dir. Duzumuz 20-dir. Eləmi? Duzu bölməliyik 20 suya. bölünsün ümumi kütləyə. Aha, ümumi kütləyə görək nə yazırıq? Bir dəqiqə Zəhra. Su əlavə olunduqdan sonra x-i yazacaq. Üstə x yazacaq. Baxaq görək cavabımız. Bizim də 40 qram doymuş. Hə, əvvəlcə bizim doymuş məhlulumuz nə qədər x-i idi? tapırıq da. Zəhra, bizim doymuş məhlulumuz nə qədər idi ümumi kütləmiz? Bu tapdığın 20 nəyin içindədir? 40-ın içindədir də elə tapdığın 20. Bəli. Yazarsan 40 üstə gəl x. Axı bunun içərisində su var əlavə. Plusda əlavə yenə su əlavə ediblər. Oho. Bunu da burasdan Niyə 100-ə. topladın? Bir dənə hesablayaq görək cavabı düz çıxır yoxsa yox. Sonra izahını təzədən eləyəcəm. Bir cavabı topla yoxlayaraq görək düz gəlir yoxsa yox. Çünki burada məncə sən də bunu hesabla, mən də ona kimi fikirləşim. Su əlavə olunduqdan sonra duzun 10% məhlul alınır. Mənim x 160 alınacaq. İndi sən sualın cavabına da bax, Zəhra. Bu neçə 45-ci sual? Mənim Y variantı. Nə variantıdır? Y variantı Elə deyil. 160-dır. Gəl bir də təzədən baxaq, Zəhra. KH-a əsasən dedik ki, 2000 məhlulumuzda 1000 maddə var, 1000 duz var. Buna əsasən tapdıq 40 qram məhlulda, bax məhlul. Məhlulun ümumi kütləsi 40 olarsa nə qədər duz olacaq? Tapdıq 20 qram duz. Eləmi? Bəli. Bizə də deyir ki, tamam 20 qram duz var. Ümumi onda 20 qram duzsa 20 qram da sudur da Zəhra elə 40-ın. Bəli. Mən başa düşdüm, bax bu 40-ın 20 qram duzsa 20 qram sudur. Biz indi 10% məhlul deyir, 10 bərabərdir yazıram. Duzumuz 20-dir. Opşuya duz üstə gəl su yazmırdıq. Duzumuz 20. Suyumuz 20 plus əlavə təzədən su əlavə edib. Çünki deyir, su əlavə olunduqdan sonra faizi dəyişir. Bax, şərtin başlanğıcına. Bunu nəzərə almışam deyən 40 üstə gəl x-la götürdüm. Duz var, su var, əlavə olub su da əlavə olunub. Su əlavə olunduqdan sonra Çünki bax, burası su əlavə olunub. Tamam mı? Ona görə bu şəkildə yanaşırıq. Bu biraz çətin sualdır. Yəni, normalda çətinlik biraz artırılmış sual olaraq götürə bilərik. Başa düşdün Zəhra? Bəli, mən bildim. Aha, indi 46-ya baxaq. X, Y suda hal olması zamanı istinin ayrılması və ya udulması. Q müsbətdirsə eksotermikdir. Xarici ayrılırsa X mən qazdır. Ay, sağ ol. Xarici ayrılanlar ekso sözünü ya da saxlayır ki, qazlar idi. Aha. Əgər yenə qazdır da. Obisi mənfidir axı, duzdur, bərkdir. Hə, mənfidir. Hə, tamam. Onda mən bərkdir. Aha. Qrafikləri təzyiqdən asılı olaraq X, Y maddələri. Necə eləyəcək ki, burada? İndi qazlarda təzyiqdən asılı idi mi? Qazlar. Hə, tamam. Qazlarda yox, belə bərklərdə baxacaq. təzyiqdən asılı deyil. Bərklərdə asılı deyil. Deməli, birinci qrafikə götürməliyik Y bir gedəcək. Aha, sağ ol. Aha. İkincidə təzyiqdən tərs asılı deyil, qaz olacaq. Temperaturdan tərs asılı. Temperatur, bəli. Qazdır, yəni X-a gedəcək. Yəni X. Aha. Sonra da temperaturdan düz asılı deyil, bərk olacaq. Yəni Y-ə. Bəli. 1-3, bəli, Y. 47 deyir ki, X, Y maddələrin uyğun qrafikləri. Qümüz mənfidirsə yenə bərkdir. Qümüz müsbətdirsə qazdır. Təzyiqdən düz asılıdırsa bu qazdır. Yəni Y-ə gedir birinci. Sonra temperaturdan tərs asılıdırsa qazdır. Gedir Y-ə. A variantıdır mən. Bəli, A variantıdır Zəhra.
Qoy amma hər ehtimal dəqiq baxın, mən axırıncıya fikir vermədim. İkisinə fikir verdim. Verməyənlər var. Adı, aha. Bu 8-ə baxaq Zəhra. Bu biraz çətin 50 sualdır. dərəcədəki Bu 50 dərəcədəki 10 dəqiqə 800 sualın qram üstündə duracaq Zəhra. Sən deyəsən başa düşmədin, mən deyəcəm ki, ay Allah, niyə başa düşmür ki? Baxaq Zəhra. 50 dərəcədəki 800 qram Gəl doymuş yavaş-yavaş həll oxu. olmamışsan. 50 dərəcə. Aha, 50 dərəcədə 800 qram doymuş məhlul. Bəli. 20, Həll olma əmsalı aha, qram bölünsün litr məhlulu 20% də soyuqluqda 20 dərəcəyə qədər soyutduqda sıxlığı 1,25 olan məhlul alınır. Belə məhlul deyilmi? alınır. Aha. Yəni rho bərabər 1,25. Bunu sonda işlədəcəyik. Alınan məhlulun həcmi. Yəni burada rho bərabər m bölü v düsturundan M bölü V-dən. bəli, v-ni tapacaq. Yəni biz burada obşu m-i tapmalıyıq ki, Zəhra. Obşu m-i tapasıyıq ki, v-ni də tapa bilək. 50 dərəcədə 800 qram doymuş məhlul. Sənin 50 dərəcəndə KH-ın nə qədərdir Zəhra? 600. 600. 600-dürsə, sənin doymuş məhlulunun ümumi kütləsi nə qədərdir Zəhra? Doymuş məhlulun ümumi 1300. 1600. Neçədirsə KH? 1600. 1600. Bəli, bəli. Yəni, İndi mən bir dəqiqə bir şey soruşum. aha, Hə, o həll olmamışsa qrafik demişim. Mən də elə bildim şeyin arxasında. yox. 600 mən həll olma əmsalıdır elə. Bəli, sən bayaq KH. oxudun, bir haran oxuyur Zəhra. Hə, bu qrafikə yaxın. Elə yazıblar, elə bildim ki, onun ardıdır. Aha. Onda mən məhlulun kütləsini 1600 Bəli. deyirəm. 1600-də nə qədər tuzun var Zəhra? M məhlul 1600. Nə qədər duzumuz var? Elə 600. 1600-ün 600. bayaqkı kimi baxırıq da. Necə 1200-ə dedik, 2000-ə 1000 duz götürürdük ya. Burada 1600-ün nə qədəri duzdur? 600 qram. 600 duzun yeni sudur. Aysa, söhbət 50 dərəcədən gedir, biz hələ 50 dərəcəni üstünləşdiririk. Bəs sənə 50 dərəcədə 800 qram deyirdi. 800 qram məhlul olanda nə qədər duz olur Zəhra? Bir dəqiqə müəllim. 1600 duz Doymuş 1600 məhlul. Bəli, 1600 Onun doymuş məhlulun 600-ü duzdur. 600-ü duzdur. 1600 doymuş məhlul. Aha, Aha. 600-ü Sonra duzdur. 800 Sənə qram 800. doymuş məhlul deyir. Bəli, 2 deməli, dəfə azaldı 300 olacaq. bəli, bizim onda bu 800 halında nə qədər duzumuz olacaq? 300 qram duz. Elə 300 qram Bəli. duz. Və nə Bəli. qədər su olacaq Zəhra? 500. Bəli, 500 qramı da su. Tamam, su. Aha. Burayla qurtardıq. Sonra keçirik 20 dərəcəyə. Aha, Aha. indi Zəhra bax, mən bayaq sənə dedim ki, kristallaşdırma üsulunda temperaturu, məsələn, mürəbbə misalında göstərdiyimdə temperatur azalanda soyuyanda nə edirdi orada? Doyan məhlullar çökürdü, ya da ya şəkər dedim kristal şəklində çıxır sonra soyuyanda. Aha. Bayaq sən izah elədin ha, ifrat doymuşdan Bəli, danışırdıq. bəli. Bugün soyuma zamanı çox vaxt çökmə hadisəsi baş verir. Bu zamanda biz də 250 ilə işləyəndə indi duza yox, suyun üstündə işlədəcəm ki, çünki duzda çökmə hadisəsi olacaq. İndi başa salacağam nə deməkdir bu. Bax, KH 250 olan halına bax. KH 250 olanda nə qədər, məsələn, 1000 suyumuzda, məhlulu demirəm ha, eləcə suyu deyirəm. 1000 suyumuzda nə qədər duz olur Zəhra? 250 elə. Obşu məhlulu demirəm. Duzumuz 250 olur. Və sənin tapdığın suyun nə qədər idi? 500 qram. Görək 500 qram suyumuz olanda Zəhra, maddəmizdə nə qədər belə deyək də duz olar. Niyə 500-dən istifadə edirik ki? Çünki bayaqki bax 50 dərəcədə doymuş məhlul indi soyudublar. Görək duzu çökəcək. Duzumuzda dəyişiklik olacaq. Eyni məhluldur. Bəli, Amma eynidir. Duzumuzda çöküntü olacaq deyə duzu nəzərə almadan işləyirəm, suyun üstündə işləyirəm. 1000 qram suda Bir dəqiqə. 1000 qram suda 250 qram duz olacaq. aha, yeni duzum. Bəli. Duz Onda olacaq. 500 qram 500 suda qram suda olacaq 125 qram 125 qram nə? Duz olacaq, eləmi? duz. 125 qram duz Bəli. olacaq. Və yaxud da bunu bayaqkı ilə hesablamaq olar əslində, amma belə daha yaxşı alınacaq, cavabımız daha tez alınacaq. Bax 125 qram duz alınırsa, deməli sənin bayaq 300 qram duzun var. İndi 125 qram duzun var. Nə qədər çökür Zəhra? Bir dəqiqə duz çökəcək deyə biz Bəli, su ilə işlədik.
duz çökəcək deyə su ilə Aha, işləyirik. tamam. Tamam, başa düşdüm. Bu biraz İndi çətindir. bayaqları 300 qram Bunu sən duz idi. dəfələrlə İndi qabağına çıxdıqca Zəhra, ondan sonra vərdişə yaradacaqsan. Yəni bunu istəsən də ilk baxışda yadda saxlamaq çətin olur bu tipli sualları. Hətta qabaqda ikisi də var. əslində yəni indi sizinlə işləyəndə asandır, amma yadda saxlamağa çətin olur. Çünki biraz uzun Hə, hərflər. hərli uzunluğu. İndi bayaq 300 qram duz idi. İndi 125 qram duzdursa, Deməli çöküntü var. 300-dən bir dəqiqə. Bəli, 125-ə çıxırıq. Alınır cavab 175. 175 qram çöküntü. Amma sənə sualda Çökür. çöküntü Bəli. zaten istənir. Bunu sən niyə deyirəm? 300-dən 125 çıx. Qabaqda suallarımız olacaq Zəhra. Deyəcək çökən miqdarı tap. Onda sən deyirsən ki, hə müəllim, bax burada bayaqçına uyğun. Çıxırıq, çöküntünü tapırıq. Bayaq 300 qram duz var idi, indi 125 qram. Demək çöküş var, yaxşı. Amma bizə indi çöküntü lazım deyil. Biz tapdıq 125 qram duz. Oxşu, baxaq görək. Maddəmizin kütləsi nə qədər olacaq, ona baxaq. Çünki biz M-i tapmaq istəyirik də, rho bərabərdir M bölü V düsturuna. Görək M kütləmiz nə qədər olacaq? Zəhra, 125 qram duzumuz oldu. Çökdü də qalanı elə. 300-ün yarısı çöküb 125 qramı qaldı. Suyumuz nə qədər oldu? 500. 500. Yəni 125 ilə 500-ün cəmi neçə eləyir? 625. 625. Kütləmiz olacaq 625. Yaxşı. Bəli. Həcmimizi bilmirik. Ancaq sıxlığı Aha. verir 1,25. Buradan V-ni tapsam Bəli. neçə eləyər? Bir tam %25, %125'dir. Aha. O da ki, nə, bir dəqiqə. Bir dəqiqə. 5 dəfə artıb da elə. Bu deyən 500 500 eləyir mi nədir? yox, bir dəqiqə. 625 olsun 100 bərabərdir 125 olsun 25'e sıfır aparanda 5, 4 qalır. 5 ilə də bunu sıfır aparanda 1. Bu da V bərabərdir. Mən böldüm 500 eləyir. Nə Zəhra. 500'dür cavab? Bəli, 500, cavab 500. 500 olur. Yaxşı. Bu biraz çətindir ki, məndə də bunun aid suallar var. Yəqin ki, yavaş-yavaş alışacaqsan. Amma hə, əslində yox, maraqlı deyil, yalan deməyim. Çətindir. Amma bundan başqaları maraqlıdır. Qabaqda var. Buna biraz nisbətən asanlar çöküntünü falan istəyir. Əslində biraz məntiq işlətmək lazımdır da, belə asan, yəni çox da çətin bir şey deyil. Ay sağ ol. Davam eləyək Zəhra. Bəli, müəllim. Baxaq Peki 49-da. X hansı maddələr ola bilər? Təzyiqdən əgər düz Tərs asılıdır Hə, bu. düz asılıdır, bəli. Hə, düz asılıdırsa bərkdir onda mənim. Bərkdirsə 2 və 4-dür. Bir dəqiqə Zəhra, bir dəqiqə. Burada bax bu artdıqca təzyiq həll olması artır da, hə. Bu qrafik riyaziyyatdan siz nə keçirsiniz? Tərsdir bu yoxsa düzdür? Biz düz seçirik əslində. Düz götürsən? Hə, onda çünki həqiqətən də təzyiq artdıqca məsələn 2-dir, 3-dür, 4-dür, 5-dir, Amma yox, arta durur. müəllim. Arta durub Zəhra. Hə, düz götürərik. Onu hardan tapa bilərsən? Mən Belə izlə. cavab nədir əgər düz olsun? Cavab qazlar olar da. Qazların həll olması təzyiqdən düz asılı olur. Yəni 1-dən 3. Təzyiqdən? Hə, təzyiqdir bu. Hə, tamam. Çünki getdikcə artır bax. Əgər qrafik məsələn Bəli. riyaziyyatımız dəqiq Düz asılı. bilmirsə, bəli, düz asılı götürürük. Başı əyriliklə Prosta mən bilirəm nə olacaq. Onun uzunu uzatdıqda, təzyiq artdıqca həll olma çox yavaş-yavaş artacaq da belə. Aha, bəli. Nisbətən dəyişiklik varsa düz asılı götürür. Çünki görsən getdikcə artır yavaş-yavaş. Bəli. Aha. 50-yə Deyək bax. ki, X hansı maddələr ola bilər? Təzyiq. Asılı Bərk olmasın. maddələri götürəcəyik Bəli. onda burada. Bərklər də Mən 2 və 5-dir. bəli, 1-dir, 3-dür, 4-dür, qazdır. Bəli. Yenə Nə getdim. doğrudur? Dəqiq. Aha, sən bax sağa. Tamam. 50 dedik ki, nə doğrudur? Həll olma əmsalı temperaturdan asılı olaraq dəyişir. Yox, mən. Həll olma əmsalı temperaturdan asılı olaraq dəyişir. Düz demir Zəhra? Dəyişir? Bəli. Düzdür? KH həmişə temperaturdan asılılığı vardır KH-ın. Ya düz asılıdır, ya da tərs Ay, hə. asılıdır. Bəli. Aha. 1. Temperaturun artması ilə qazların suda həll olması artır. Bir dəqiqə.
Temperaturun artması ilə qazların suda həll olması azalır. Azalır. Bəli. Yəni bu səhvdir. Təzyiq artdıqda qazların suda həll olması artır, düzdür. Həll olma imkan vahidi qram bölünsün litrdir, mol deyil. Yəni 1 və 3 doğrudur. 1 və 3. 52. 52 də deyirsə, nə doğru deyil. Həll olma imkanı temperaturdan asılı olaraq dəyişir, düzdür. Temperaturun artması ilə qazların həll olma imkanı azalır. Bu da düzdür. Bərk maddələrin suda həll olması təzyiqdən asılı deyil. Bu da Bu da düzdür. düzdür. Həll olma imkanının vahidi qram bölünsün litrdir, mol deyil. Yəni sadəcə 4 səhv burada. Bəli. 53. Gəldik 53. Deyək ki, məhlulda X-in kütləsi, X maddəsinin həll olma əmsalı 1500, alınan məhlulun sıxlığı 1,6 olarsa, bu məhlulun həcmini hesablayın. Baxaq görək Zəhra. Məhlulda X-in kütləsi, deməli, əlavə olunan X-in kütləsi 30-dur qrafikdə. Məhlulda olan Yenə o X-in şeydir, 90-dır. mən verilən məsələnin əvvəlidir. O qrafikmiş, X maddəsinin həll olma əmsalı 1500-dür. Yazaq özümüzə qeyd eləyək. KH bərabərdir 1500. Alınan məhlulun sıxlığı da 1,6-dır. Promuz da bərabərdir 1,6. Qrafdan yazıram, onu axırda istifadə edəcəyik. 1,6, o da bərabərdir M bölünsün V. Bizdən bu məhlulun həcmini istəyir. Yəni məhlulun həcmini tapacağıq. Veriniz. Onun üçün kütləni tapmalıyıq. Deməli, KH-ın düsturunda biz nəyə bölürdük Zəhra? KH-ın düsturunda maddəni həll edicinin, yəni də suyun kütləsini. Bölür, minə də vururuq. Görüm bu cəzbəni tuta bilmirəm. Məhlulda X-in kütləsi 90. Bu niyə belə sual salıblar? Bax, 90 qram var Zəhra, 30 qram da əlavə olub. Nə qədər həll olan maddəm var X-in? 1200. Yox, 90 var. Ay, əslində 120. 120. 120 bölünsün, suyu bilirsən? Yox. Suyun kütləsini verməyib ki, eşləmişlərdə. Vurarıq minə, verər bizə 1500. Burada bir də X-i tap, Zəhra. Mən bunu belə yazdılar ki. Mən də ona baxıram. Qoy mən də yazdım. Amma başqa heç nə Qoy mən verməyiblər. də yazdım deyəcəm. Vurulsun 1000, bölünsün X. X-i tapmaq üçün bölünsün 1500. 15'e bölündü. Mənim 80. 80. X-imiz oldu 80. 80 bizim suyumuzdur, elə Zəhra? Bəli. 80 bizim suyumuzdur. Bəs ümumi məhlulun kütləsi nə qədər olar? Məhlulun ümumi kütləsi 80 su, duzumuz da 120. Nə qədər olar məhlulun ümumi kütləsi? Məhlulda X-in kütləsi, duzumuz 120-dir. Ümumi məhlulun kütləsi olacaq 200. 200, bəli. Bu bərabər oldu 200-ə. Və Onda rho bərabərdir. Rho düsturundan. Bax, bura yazıram 200 və məhlulu tapana nə edirik? 200-ü 1,6-ya bölərik. 200 bölünsün 1,6. 1,46 bölün 125 deyəsən. Bəli, 125. Ay sağ ol. İndi 54-ə baxaq Zəhra. Bir dəqiqə. 54. Həll olma əmsalı KH 400 qram olan duzun doymuş məhlulunun 280 qramında neçə qram duz var? KH-ı Bir dəqiqə. Duzun doymuş məhlulu. Duzun doymuş məhlulu deyirsən mən. Yəni 1400. Orada məhlulun kütləsi 1400 eləyəcək indi. Yoxsa maddə? Yox, məhlulun kütləsi 1400 sulu qarışıq. Tamam. İndi sulu qarışıq 280 olarsa, nə qədər duz olar? İndi mən 1400-ün 400-ü duzdur elə. Bəli. 280 qramı deyir. X duzdur. 280 qram. 280 qram olarsa nə qədər olar? Buradan da X-i tapsaq neçə eləyər Zəhra? Bir dəqiqə.
80 benim 80 Emir. 80. Ay sağ ol. 55 də bundan da. Bax 55-ə də Zəhra. Tamam. Dedim. Halının əmsalı KH 500'dür. Duzun doymuş məhlulu. M məhlulu bərabərdir 1500. 1500'ün 500'ü duzdur. 300 qramında deyir doymuş məhlulu. 300 qramında bu 5 dəfə azalır da. 1500-də 100 500, oldu. 100 qram. 300-də də hə. Eləyəcək 100 qram. 100 qram. Bəli. Keçək indi Zəhra profisinə. 56. Hı. Aha. Oxu görüm Zəhra. Verilmiş şəraitdə 200 qram 20% duz məhlulu üzərinə həmin duzdan 120 qram əlavə etdikdə doymuş məhlul alınmışdır. Həll olunan misalını tapın. 220% neçə eləyər Zəhra? Bizə dəqiqə 5-də 1 40 edir, değil mi? Bəli. 40. Nə qədər su eləyir? 40 qramı duzdursa, onda 160 qramı sudur. Aha. İndi üzərinə həmin duzdan 120 qram əlavə elə. Həmin duzdan 120, 160 edəcək. Aha, 160. İndi KH-ı tapanda duzu böləsən nə yaz? 160-ı böləcəyik 160-ı böləcəyik elə 160-a. Bəli, vuracaq 1000-ə. Bəli. Daha belə 1000 eləyəcək. Bəli, 57-yə də bax. 57 deyir ki, verilmiş şəraitdə 200 qram 20% duz məhlul üzərinə həmin duzdan, deməli yenə 200-ün 40 qramı duzdur, Aha, 160 qramı sudur. aha. Deyir ki, həmin duzdan 40 qram əlavə etdikdə 80 olur, doymuş məhlul alınmışdır. Onda mən 80-i bölürük 160-a Bəli, 1000 ilə. bəli. Bu da eləyəcək 500. 500. Aha, 58-ə bax Zəhra. 58. 30 derece Celsius'da 200 ml suda 5 qram X maddəsi həll edilmişdir. Həll olunan misalın temperaturdan asılı qrafikinə əsasən bu temperaturda məhlulu doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə həll edilməlidir? 30 derece Celsius'da. 30 dərəcəyə uyğun cavabı tapdım 200-dür. Zəhra, eləmi? Bəli, bəli. Bizə də 200 ml su deyir. Onda KH 200-dirsə Zəhra, bu demək ki 1000 suda nə qədər duz var? Bizə dəqiqə var. Yəni Zəhra, daha yaxşı sanki öyrənəcəksən. Düz indi başa düşürsən? Bilmirəm, Hə, izah edəndə, Aysa. məsələn, mən uşaq vaxtında özləşdirmə özüm üçün izah edib öyrənirdim. Aysa, ya ekran kaydı ilə, dərs izah elə paylaş falan, onu daha yaxşı sanki dərk edəcəksən. İndi bunu sən mənə izah elə, Zəhra. 59 dəqiqə. Peki 30 derece Celsius'da ben orada 1300 ama yine aynı şey alınacaq da eğer biz 1000 Bəli, eləsəydik. eyni şey alınacaq. 1300'ün 300'üsü. Hə. Bəli. Ona göre yazalım. Tamam. Bir dakika. 1000 30 litre dərəcə. suda 30 dərəcəni tap. bize de 200'de Aha, 1200 200'ü qram. su. Aha. Bəli. Aha. 50 gram 300 milli deyir. 300 milli suda Aha. Nə qədər olar? tuzu tapmalıyıq. Onda bir dakika. X 60 300 deyirsən. 200 Hə, 60. 60 bəli. Aha. 60 edir. 60 qramdır. Amma Dedi ki 50 50 qram. qramı həll edilir. Dalda nə qədər tavuk edilməlidir? 60 minus 50 derece 10. Bəli, 10 qram arxadan əlavə duz həll edilməli ki, doysun. Aha, 60-cı. 60'da diyor ki 40 derece Celsius'da 50 milli suda duz həll edərək hazırlanan doymuş məhlulu 20% də soyutluqda neçə qram duz çökər? Hə, bayaqki sualdır. Şimdi baxaq, 40 dərəcədə 50 milli suda, amma sənin 100 milli suna şərt 100 millidir. İstəyən 50 milli istəyir amma. 100 milli suda, 50 milli suda duz həll edərək hazırlanan doymuş məhlul 20 dərəcəyə qədər soyutluqda. Zəhra, 100 milli ilə yoxlasan, 100 milli ilə yoxlasan, bayaq görsən 100 millidən əvvəl 50 həll olunub. Eləmi? İndi 25. Nə qədər çöküntü baş verib? 25. Bəli. Yəni 100 milli suda 25 qram çöküntün var.
Amma sənə 50 milli su deyir. 50 milli suda nə qədər töküntün olar? Bu o birisinə baxanda asandır, elə bildim. O yəqin Bəli, güvəndədir. 12.5. 12.5 fisiya. Bildim. Aha, 61-ə bax Zəhra. 61-də deyir ki, 40 dərəcə Selsidə 20 milli suda duz həll edərək hazırlanan doymuş məhlulu 20 dərəcəyə soyutduqda. Yenə 100 millidə məsələn Nə qədər 30 qram çökündürsə, Aha, elə. bəli. Hə. İndi 20 milli suda bunu 5 dəfə azaldırıq. Aha, 6 sağ 6 qram qram. çökündür. Bitdi, getdi. Keçirik 62-yə. Aha, sual böyük görsənir. Allah köməyiniz olsun. Qrafikdə XY duzun 100 milli suda həll olunmasının temperaturda asılığı verilib. Aha, 20 dərəcə Selsidə 200 milli suda 30 qram XY duzu həll edilmişdir. 20 Bu məhlulu 20 dərəcədə dərəcədə doymuş halı gətirir. aha, 20 dərəcədə 200 milli suda 30 qram. Aha, Harda qaldım? 20 dərəcədə 200 milli suda 30 qram XY duzu həll olunub. Bu məhlulu 20 dərəcədə doymuş hala gətirmək üçün məhlula minimum neçə XY duzu əlavə etmək lazımdır? Zəhra, şərtdə 100 milli suda, 100 milli suda nə qədər XY duzu həll edildiyini göstərir 20 dərəcə temperaturda. Birinci dəqiqə 25. 25. Sənə 200 milli su deyir. 200 milli suda nə qədər həll 50. edilməlidir? 50. 50 qram. Amma sənə 30 qramı həll edilir. Nə qədər çatmır? 20'si. 20-si fisiyo. Evet, tamam. Tabir də buna oxşuyur yəqin. Hı. Baxa. 63. Aha. 20 dərəcədəki 800 qram doymuş məhlul 50 dərəcəyə qədər qızdırılır. Alınmış məhlulu doymuş hala gətirmək üçün məhlulda 50 qram duzu həll edilərsə, Y hesablayın. Gəl ayaz günlər. Bu da sualdır. 20 dərəcədə 800 qram doymuş məhlul deyir. Deməli sənin doymuş məhlulun 1600-dür Zəhra. Doymuş məhlul varsa 1600 götürürük. 1600 nə qədər maddənin həll olur Zəhra? Bir dəqiqə. 800 qram doymuş məhluldursa, Altdan 800-ünü yazacaq. məhlulun kütləsi Aha, 1600 olur. 1600'dür, bəli. Bəli. 1600 İndi nə o qədər maddə həll olur? 1600'ün Aha, duzdur. 800 qramı duzdursa, 800 qramı da sudur. 1600-ün mü? Yox. 1600-ün həmişə minəsi olur. 600 duz olur. KH-da. Tamam. 600 duzdur. Bunun suyunu hələ istifadə eləmirik. Çünki şəxsi bizə 600'ü duzdur. Aha. Və 800 Tamam. doymuş məhlulun nə qədər duz olur Zəhra? Bir dəqiqə mənim. Bu 2 dəfə azalsa 300 300 qram duz. duz, bəli. Sonra nə edə bilər? 300 qram duz. İndi deyir ki, 50 50 dərəcəyə qram qədər 50 həll dərəcəyə qədər qızdırılır. Nəsə bu qızdırılıb. Eləmi? Qızdırılır və alınmış məhlul doymuş məhlula gətirmək üçün məhluldan 50 qram X duzu həll edilir. Deməli 300 qram duzumuz var idi. Əlavə olaraq 50-si də həll edilir. Bax şərtdə axıra bax 50 qram duz həll edilir təzədən. Onda 300 var idi, 50-si də əlavə olunur. Nə qədər həll olunur Zəhra? 350. 350. Bəli. Aha. Nə istəyir bizdən? Y-i hesablayın deyir. 350. Y-də KH-dır da, təzə KH. 350 duzu bölərəm suya. Suyumuz nə qədərdir Zəhra? 350-ni bölərəm. Suyumuz nə qədərdir? Bax 800-ün 300 duzluydusa nə qədər su oldu? 500-dür. 500'ü. 350-ni bölərəm 500-ə. Vuraram 1000-ə. Bunlara minə bərabərdir. Aha, Bu sıfırlar getdi. 700. 7. İnşallah cavabı da baxam hər ehtimal. 700 elə. Ay sağ ol. Deməli nədir? 1600-ün 600 duz, 800 tapdıq 300 duz, 500 sudur. Təzədən 50 qram da duz əlavə ediblərdən 350-ni bölürəm suya, vururam 1000-ə. Tamam. 64 elə bir bundan da baxaq. Aha. Nə deyir Zəfər? 64'te deyir ki,
200 qram suda X maddəsi həll olunaraq 40 dərəcədə hazırlanan doymuş məhlulun kütləsi 250 qram olmuşsa, Emil hesablayın. Bu nə deyir? Nerede çatmadı? 200 qram suda suyumuzu bildik. X maddəsi həll olunaraq 40 dərəcədə hazırlanan doymuş məhlulun kütləsi 250 qram. 250 qram olubsa, bunun 200-ü sudsa nə qədər duzdur Zəhra? 50 qram 50 qram. duzdur. Bəli, 200 qram suyun elə bil 50 qram da əlavə olmuş ki, ümumi kütlə 250 oldu məhlulun. 50 qramı duz yazaq. Görə yanılacaqmı? Tamam. Bəs bizə şərtdə neçə qram su verib? 100 qram su. 100 qram. Elə 100 qram su olanda görə nə 25 qədər eləyəcək. duz olur? 25 qram duz. Deməli, cavab 25 olacaq da. Hazırlanan doymuş məhlulun içərisində elmi tapmaq Bəli, olacaq 25. Bu sual çatmır. Elə bil ki, bir dənə cümləyə yarımçıq saxlayıb o birisine keçiblər. Hə, biraz suallara əndrabadidir bunların. Yəni düşünürəm belə 4-cü qrupa belə qəribə suallar düşməz bu qədər də. Bilmirlər, yatırlar, dururlar, yuxu görür. Mənim Cavab qəribə vermir. sual bir kənara qalsın, onu yenə həll etmək olur. Normal cümlə düşsə Hə, belə şey. cümləsi biraz Hə, müəmmalıdır, başa düşmək olmur. Hə. Aha. 65-ə bax Zəhra. Güvənin 61-də suallar bu asılqanlar. qurtarsın toplu bu bölmə bütün hissəsi. Sonra Aha. güvəni verəcəm işdə. Yaxşı. Aha. Təbaşir tozu və su qarışığı mənim asılqandır. Aha. Maye, yağ və su qarışığı asılqandır. Aha. Şəkər tozu və su qarışığı həqiqi məhluldur. Dəmir tozu və kükürt qarışığı O da mənim dəmir tozu və kükürt qarışığı asılqan həqiqi məhlul deyildi, yəni. Həqiqi məhlul deyil deyən götürə bilər. Amma bunu bəlkə də heç birinə götürməzlər. Çünki asılqanda ya belə deyək də süzmənin ayrımı olmalıdır ya da durultma ilə. Yəqin ki, də heç birində olmayacaq, amma baxarıq da. Vardır hansındasa. Tamam. Yoxdur. Onu da götürmək. Çünki asılqan deyəndə ya durultma ilə ayrılanlar, Bəli, ya da bəli. süzmə ilə. Yazmışıq da. Aha. Durultma ayrıdır. O bizdəki distillər bir də süzmə. Aha. İndi yeyə bax. Süzmə yox müəllim. Durultma ilə hansı idi? Buxarlandırma. Süzmə. Durultma ilə ayırdığımız emulsiya, süzmə ilə ayırdığımız suspenziya idi. Onu demirəm müəllim. Durultma ilə ayrıcı qraf asılqandaydı. Buxarlandırma ilə distillərdə həqiqi məhluldur. Hə. Metanol və su qarışığı. Yox, sən nəsə qarışdırdın. Asılqana nə dedin sən? Asılqan kütürdür. Asılqanda durultma Emulsiya. ayrıcı qraf. Onlar eyni şeydir zaten. Asılqanın emulsiya var. Yox müəllim, mən ayrılma üsullarını deyirəm sadəcə. Emulsiyanı durultma ayrıcı qıfla ayırırıq. Bitki yağından su. Eləmi? Suspenziyanı isə süzmə ilə ayırırıq. Qumdan su, gildən su. Tamam da, mən şeylər deyirəm sadəcə. Ayrılma üsullarını deyirəm ki, asılqanlara aiddir, ümumi olaraq yəni. Bəli. Hə. Metanol Tamam, su qarışıqda spirt su deyə həqiqi məhlul. Həqiqi məhlul. Tur 66. Doymuş məhlullar. Bunların yox, fərqlidir. Həll olunur misallar. Eləcə duzu suya bölüb minə vurarsan. Bizi dəqiqə mən 20-ni 200-ə böləcəm məsələn. Bəli, vuracam minə. 67 bundan, bunu təmiz öyrənişdə 67-ni ötürərik. Mən 100 eləyəcək. 100 eləyəcək. 1-ə 100. Aha. Sonra ikincidə 20-ni 50-yə böləcəm, vuracam 1000-ə. 5 neçə gedəndə 200, bu da 400 eləyəcək. Aha. A variantı. 3-də də ki 30-u böləcəyik 200-ə. Bundan bu gedir. 1000-ə vuranda da ki bundan bu gedir. 150 eləyəcək. 150 B variantı. 67 eynidir. Ötürürəm bunu Zəhra. 68. 20 dərəcə Selsidə 250 qram 20% məhlulda 20 dərəcədə Aha. 250 qram 20% məhlulda 50 qram duz həll etməklə doymuş məhlul hazırlanır. Verilmiş temperaturda alınan məhlul üçün uyğunluğu müəyyən edin. 250. Mən bir dəqiqə 250-ni 20%-ni tapaq. Aha. 5-də 1 yəni. Bizi dəqiqə 5-ə hesablamada 50 eləyir, değil mi? 50 qramı duzdursa,
200-ü də Deyil, doğrudan usta. sudur. 200 qramı sudur. Aha, duza Suyun yazaq kütləsi 200-dür. duza yazaq 50. Hə, bu da sudur, hə. Düz tapdın, eləmi? 250-ni Normalda elə neçə dəqiqə? Hə, hə. %50 düzdürmü? Aha. Suyumuzun kütləsi nə qədər oldu Zəhra? 200. Suyun kütləsi elə, bəli, 200. Duzun B kütləsi variantı. 50 burdadır, 50-si də əlavə olunub. Neçə olacaq? Bir də 50 qram əlavə ediblər, o da Nice. 100. Aha. Həll olma əmsalını tapanda duzu böləcəksən, yəni 100-ü Mən bir böləcəksən. dəqiqə 100, bir dəqiqə A variantı. 100-ü İndi duzun böləcəksən. həll olma Aha. əmsalını mən deyəndə, mən sonra o 50 qram əlavə edəndən sonrakını hesablayıram, Bəli, elə? bəli, bəli. 100-ü Onda böləcəksən ki, 100 bölünsün suyun kütləsi 200-ə, vuracam 1000-ə, 500. 500. Niyə variant? Hə. Belə Zəhra. O biri